Azərbaycan tamaşaçısına yaxşı film göstərmək istəyirsənsə, real hadisə üzərindən film çək. Nə gözəl qarşılama. Sen kimsen? Mən bu mənzilin sahibi. Oğlan evi 1-ə, oğlan evi 2-yə heç vaxt oturub baxmamışam. Bizim kinolara baxmıram. Ümumiyyətlə mən bu filmdən sonra Instagram açmışam özümə. Uzun belə bir mətn idi, qısaqsa bu qılmati şəkəsti. Bu okur ki. Sinə ilə olan səhnənin şəklini qoydum. Gördüm mən, cəmaət çoxlu baxır. Hiss elədim ki, məşhurlaşıram yavaş-yavaş. Bu nə də la? Bu nədir? Yəni niyə verdim? Yalanma ağlayırsan. Hər gün olur. Bu yenə oldu. Vay. Baba, üstümə gəlmə. Mən qadına əl qaldıra bilmərəm. Oğlan evi 1 050 ilə 211-dir. Oğlan evi 2 055 ilə 200. O qədər güldüm. Dedim, bunu bundan yaxşı mənə heç kim izah edə bilməzdi. Məsələn, mən bir filmdə çox yaxşı da oynamışam məsələn. Gey deyək də, indi hamı istəyər elə gey olsun. Şükür elə, sən burada balacasan. 1.68 boyundan, orta istedadından müəyyən yerlərə gəlib çıxmış. Bu film məni belə cənubda yaxşı tanıtdırıb, Cənubi Azərbaycanda. İranlı? Ana tərəfim elə bir İranlıdır. Ata tərəfdən amma... Xüsusən rayon yolu gedəndə, müəyyən bir hissəni keçəndən sonra qoşulurdu olan radiosuna. Başlayırdı o cür danışmağa. İndi olan yaxşı xəbərlərdən sizə ərz elərəm ki, mən filan şey filan oldu.